Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ölkənin təhsil sistemində tətbiq olunacaq yeniliklərdən danışıb. Məktəb direktorları və direktor müavinlərinin bu ildən etibarən işə qəbulu yeni mexanizmlə həyata keçiriləcək. Eyni zamanda atestatlarla bağlı da yeniliklər var. Daha ətraflı süjetdə. Carinin yanvar və fevral aylarında təqdim olunan hesabatlara əsasən 5000-dən çox şagird intizam tədbirinə cəlb olunub. Ölkə üzrə ümumi təhsil məktəblərində verilən sarı kartların sayı 29161, qırmızı kartların sayı 5831, yaşıl kartların sayı isə 46383 olub. Bir dəfə alır, iki dəfə alır, valideyn dəvət olunur, sinif rəhbəri söhbət eləyir, psixoloqun otağına dəvət olunur, orada söhbət aparılır. Orada bir neçə addım var. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müəllimlərin işə qəbulu və sertifikatlaşdırma imtahanlarının keçiriləcəyi tarixi də açıqladı. 2026-cı ildə sertifikatlaşdırma prosesi iyun ayının ikinci yarısında həyata keçiriləcək. Təxmini tarixləri qeyd edəcəm. 17-25 iyun tarixləri 80 mindən çox müəllimimiz sertifikatlaşdırma prosesinə cəlb edilmişdir. Bu il bu say təxminən 100 minə çatdırılacaq. Qarşıdakı illərdə məktəb psixoloqlarının da sertifikatlaşdırmaya cəlb olunacağı gözlənilir. Növbəti illərdə bütün pedaqoji heyətin bütün üzvləri mərhələli şəkildə bu və ya digər formada sertifikasiyadan keçəcək. Eşqi Bağırov son zamanlar orta məktəblərdə yaşanan hadisələrə də münasibət bildirdi. Bəs ölkə məktəblərinin bütövlükdə mühafizə sistemi ilə təmin edilməsi, eləcə də şagirdlərin məktəbə daxil olarkən çantalarının yoxlanması mexanizmi reallaşa bilərmi? Bu ümumilikdə qlobal problemdir. Yəni bütün müəssisələrdə mühafizə olsa belə bu problemlər istisna deyil. Bizim üzərimizə düşən odur ki, hər bir vəzifə sahibi, məktəbin direktoru, onun müavini, məktəbin psixoloqu, sinif rəhbəri, müəllim öz üzərinə düşəni vicdanla və məsuliyyətlə yerinə yetirsin. Ölkə üzrə qəzalı vəziyyətdə olan məktəblərin mərhələli şəkildə təmir olunduğunu diqqətə çatdıran Eşqi Bağırov təkcə son 10 il ərzində məktəb infrastrukturunun 80%-nin yeniləndiyini də bildirdi. Şagird sayı çox olan, daha ağırlıq dərəcəsi yüksək olan, qəzalılıq dərəcəsi yüksək olan müəssisələr üzrə bu sifarişlər verilir və hər il təxminən 700-800-ə yaxın müəssisədə bu və ya digər formada təmir işləri görülür. Bu ildən etibarən atestatlar şagirdlərə kağız vasitəsilə deyil, elektron sistem üzərindən təqdim olunacaq. Bu da təxminən 300 minə yaxın şagirdə əhatə edəcək. Yəni artıq şagirdlər kağız üzərində məktəbdən atestatları əldə etməyəcəklər. Bunu elektron sistem vasitəsilə edəcəklər. Qeyd edək ki, şagirdlərin birinci sinif elektron qəbulu mayın 1-də, valideynlərin məktəb seçimi isə ayın 6-sında başlanılacaq. Artıq Gəncə, Daşkəsən, Abşeron Xızı, Bakı şəhəri və Naxçıvanda prioritetli qəbul tətbiq olunacaq müəssisələrin siyahısı da elan edilib. Rəşad Vəkiloğlu, Space xəbər.